Hamınızı xoş gördük. Bacarıqlı Ulduz növbəti qonağı ilə yenidən efirdədir. Əgər siz də qonağımızın kim olduğunu və nə bacardığını bilmək istəyirsinizsə, ekranlara yaxın əyləşin. İndi isə biz ulduzumuza yaxınlaşırıq. Görək bu ulduzumuz kimdir və bizi necə təəccübləndirəcək. Salam. Salam. Xoş gördük sizi. Çox sağ olun. Necəsiz? Açığınızı çıxardın, bu tamaşaçılarımız tanısınlar sizi. Açığımı çıxarsam onsuz da tanımayacaqlar. Qəyib açıqlarını da çıxardım. Salam. Daha tanıdınız da yəqin ki. Əziz tamaşaçılar, gördüyünüz kimi bu Elariz Məmmədoğludur. Elaz mənim, biz artıq tamaşaçılarımızı məlumatlandırmışıq. İndi sizə deyin görək, bizi necə təəccübləndirəcəksiniz? Boş vaxtlarımda mən idmanla məşğul oluram. Trenajora bir ara gedirdim, üzgüçülüyə gedirdim. İndi də velosportla məşğulam. Və artıq bugünkü gün artıq 2 həftəyə yaxındır ki, demək olar ki, hər gün sürürəm və özümü çox yaxşı hiss edirəm. Yəni bu velotreklə məşğul olmaq qan dövranını düzəldir, əhval-ruhiyyəni yaxşı edir, insan cavanlaşır, artıq yəni çəkilərdən, kilolardan insan imtina edir istər-istəməz. Yəni çox yaxşı, əlverişli bir idman növüdür. Mən ümumiyyətlə nəinki gənclərə, bütün yaşlı nəsilə məsləhət verərdim ki, bu idman növü ilə məşğul olsunlar, çünki bütün yaş dövrlərinə bu xeyirlidir. Yəni, yaşlı insan da sürərsə, bundan ona ziyan olmaz. Bəlkə tamaşaçılarımıza da göstərəsiniz. Böyük məmnuniyyətlə, amma kaskanı taxım da. Bax, necə oldu ki, bir çox idman növlərinin içərisində məhz bunu seçdiniz? Bilirsiniz, biz elə bir həyat tərzi yaşayırıq ki, çox hərəkətsizdir. Yəni, evdə hərəkət eləmirsən. Oradan atıb gəlirsən, liftlə düşürsən qaraja, qarajdan maşına oturursan, gedirsən studiyaya. Studiyada, yəni, fiziki işlə məşğul olmursan, orada da zehni işlə məşğul olursan. Yəni, bütün çəkilişlər falanlar hamısı fiziki iş deyil. Ona görə mən fikirləşdim ki, yəni bu trenajorla məşğul olmuşam, yəni müxtəlif idman növləri ilə, ondan başqa üzgüçülüylə fikirləşdim ki, velosiped alım sürüm də bunun nə ziyanı var? Bütün dünya velosiped sürür. Yəni ən inkişaf eləmiş dövlətlərdə mən görmüşəm. Fransada, Yaponiyada, İngiltərədə, Avropanın bir çox ölkələrində, Almaniyada. Yəni bu velosipeddən bir nəqliyyat kimi istifadə edirlər. Eyni zamanda da bu bir idmandır. Ayaqlar hərəkət edir, istər-istəməz yəni insanın əhval-ruhiyyəsi müsbət olur, yaxşı olur. Yəni bu çox gözəl bir idman növüdür. Yəni, bu ilə belə başa düşürəm ki, mütəmadi olaraq məşğul olmursunuz. Yox, demək olar ki, bəzi günlərdən fərqli olaraq, demək olar ki, hər gün yəni, mən sürürəm.
bəzi günləri çıxmaq şərti ilə demək olar ki, hər gün sürürəm. Bu velosipedlə xalq içərisində çıxmısınız şəhərə? Bəli xanım, mən deməli bir neçə dəfə hətta söhbət eləmişəm. Yaxınlaşıb məsələn soruşanlar olub ki, bu velosipedi hardan aldın, bu geyimləri hardan aldın? Mən də cavab vermişəm, amma heç kim bilmir ki, mən Elaziz Məmmədovuyam. Çünki açıqını, eynəyi və kaskanı qoyanda və bu idman üslubunda geyinəndə heç kim təsəvvür edəmir ki, bu Elaziz Məmmədovuyam. Mən də bilərəkdən formanı çıxarmıram ki, qoy tanımasınlar. Amma sizin verilişinizdən sonra bu daha müsibət olacaq. Hamı tanıyacaq. Yəni səsinizdən də belə tanımayıblar? İnsan var ki, şübhəli baxır, bəlkə də tanıya bilər, amma inanmır. İnanmır ki, bu Elaziz Məmmədoğlu ola bilər. Yəni, ümumiyyətlə, mən müğənni dostlarıma da məsləhət görürəm ki, idmanın bu növündən istifadə eləsinlər. Başlarına yəni kaska qoyarlarsa, heç kim onları tanımayacaq və rahat-rahat cəmiyyət arasında velosiped sürə bilərlər. Deyirəm, gəlin siz dincəlin, biraz söhbət eləyək. Problem yoxdur, dincələ də bilərik. Amma bir o qədər də yorulmamışam. Yəni, söhbət eləyək. Çünki biraz nəfəsimdə hiss olunur. İnsan hərəkət eləyəndə nəfəs tez-tez alır. Amma belə problem yoxdur, buyur. Maraqlıdır, Elaziz Məmmədoğlunun ən yaxın müğənni dostları kimlərdir? Rüfət Məhdiyevdir mənim ən yaxın dostum. Arzu Rızayevdir. İlqar Sahildir. Bir çoxlar var, gənc müğənnilərdən Pərvin Lətifovdur. Sonra Rüfət Axundovdur. Yəni, bunlar dostlarımdır. Bax, onlar sizin bu istedadınızda xəbərdardırlar? Yox, hələ xəbərlər yox. İndi xəbər tutacaqlar, efirə gedəndən sonra. Deyirəm, bəlkə bir komanda yaradaq müğənnilərimizdən ibarət. Böyük məmnuniyyətlə, yaxşı olar. Siz təşəbbüs göstərin, onlar hərəsi bir velosiped alsınlar və komandamız olsun. Yaxşı olar, yəni çox maraqlı olar, düşünürəm ki. Belə ki, bax, mən həmişə deyirəm, bizim müğənnilərimiz özlərini belə çox tərifləyirlər. Ay belə oxumaq, ay elə oxumaq, görürsünüz, başqa istedadları da var imiş. Əziz tamaşaçılar, hal-hazırda siz Elaziz Məmmədoğlunun heç bizim də bilmədiyimiz bacarığı ilə tanış oldunuz. Bu həftəlik bu qədər. Mən də sizinlə gələn həftəyə qədər sağollaşıram. Hələlik.